Salam, hər biriniz kanalıma xoş gəlmisiniz. Bugün üzəri xırçıltılı, içi yumuşaq, pambıq kimi, yumuşaqlığını itirməyən, qatları tək-tək sayılan şirin qoğal hazırlayıram. Qeyd edim ki, istifadə etdiyim stəkan ölçüsü 200 ml-dir. Reseptin dəqiq miqdarını videonun alt bölümündə qeyd edəcəm. İlk öncə qoğalın içliyini hazırlayıram. Bir qaba 3 stəkan un və 200 qram otaq temperaturunda olan kərə yağını əlavə edib umac edirəm. Daha sonra bu qarışıma 2 stəkan şəkər tozu, 1 paçka vanilin, mən azca zəfəran əlavə etdim. Sizlər bunu sarı köklə də əvəz edə bilərsiniz və yarım çay qaşığı sarı kök. Yaxşı qarışdırıb bir kənara qoyuram. Keçirəm xəmiri hazırlamağa. İlk öncə xəmirin aparatını hazırlayıram. Bir qaba yarım stəkan otaq temperaturunda olan suyu, 1 yemək qaşığı şəkər tozunu, 2 qaşıq un və 1 çay qaşığı maya əlavə edib yaxşı qarışdırıb qoyuram bir qırağa. 5-10 dəqiqə gözləyirəm mayanın çalışması üçün. Xəmiri yoğuracağım qaba 1 kilo un, 1 yemək qaşığı şəkər tozu, yarım çay qaşığı sarı kök, 3 ədəd yumurtanın sarısı, 200 qram 25%lik xama, əritdiyim 150 qram kərə yağını, 1 yemək qaşığı duz, hazırladığım aparanı, 1 stəkan ilıq süd və yarım stəkan ilıq su əlavə edib, yumuşaq, ələ yapışmayan hamar bir xəmir yoğururam və xəmirin üzərini örtürəm, gözləyirəm ki, xəmir mayalansın. Bu arada qatların arasını yağlamaq üçün 500 qram kərə yağını əridirəm. Xəmir artıq mayalandı. Xəmiri 9 bərabər hissəyə bölüb kündələyirəm. Üzərini örtüb daha 15 dəqiqə dinlədirəm. Gündələr 15 dəqiqə dinləndi. Təzgahın üzərini lazım olduqca unlayıb bütün kündələri yayıram. Kündələri hamısını yaydıqdan sonra və işlədiyim masanın üzərini bitki yağı ilə yağlayıram. Bunu onun üçün edirəm ki, yaymalar yaxşı yapışsın və çalışıram ki, yaymalar çox cırılmasın. Və mən yoxalarıma 4 bucaq vurması verirəm və bütün qatları yaxşı yağlayıram. Sadəcə sonuncu qatın üzərini yağlamıram. Yaymaları çox dartıb cırmaq olmaz. Əks halda qoğallar partaq olacaq. Xəmir özü çox gözəldir və elastikdir. İşləməsi də rahatdır. Və mən lentlərimi eni 3 santimdən başlayıram doğramağa. Xəmiri rolun kimi büküb mütləq 5-10 dəqiqə gözlədirəm ki, xəmirin içlərini doldurarkən yaxşı alınsın. Bu reseptlə məndə 23 ədəd qoğal alındı.
Makaronlar artıq dinləndi. İçlərini doldururam. İçlikdən hərəsinin içərisinə 3 qaşıq əlavə edib xəmiri bağlayıb əlimlə həfifcə bastırıram. Və üzəri üçün yumurta qarışımı hazırlayıram. Bunun üçün süzgəcə 1 ədəd bütöv yumurta və 1 ədəd yumurtanın sarısı, 1 qaşıq bitki yağı əlavə edib süzgəcdən keçirdirəm. Və qoğalların üzərinə yumurta çəkirəm. Sonra ağ küncük səpirəm. Sizlər istəsəniz çörək otu da səpə bilərsiniz. Bu zövqə baxır. Siz hansını istəyirsinizsə onu səpin. Sobanı konveksiya rejiminə gətirib 165 dərəcədə sobanın alt gözündə qoğalları qoyuram bişməyə. Qoğallar artıq bişdi. Görürsünüz, üzəri qıpqırmızı, içi yumuşaq və xırçıltılı qoğallar hazırdır. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun, göz haqqınızı halal edin. Videomu sona qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Videomu bəyəndinizsə kanalıma abunə olub, videomu bəyənib şərh bölməsində şərhlərinizi yazmağı unutmayın. Hələlik!